Georges Bizet'in həyat və yaradıcılığı. Georges Bizet 1838-ci il oktyabrın 25-də Parisdə musiqi müəllimi Adolphe Armand Bizet'in ailəsində anadan olmuşdu. O, rəsmi şəkildə Alexander Cesar Leopold Bizet adı ilə qeydiyyata alınmışdı. Lakin vəftiz mərasimində ona George adı verilmiş və bəstəkar sonraki bütün həyatında məhz bu adla adlandırılmışdı. Bizet musiqiyə ilkin olaraq anası Anna Leopoldina Emma ilə məşğul olmaqla başlayıb. 9 oktyabr 1848-ci ildə o, Paris konservatoriyasına qəbul edilmiş və burada Antoine Marmontel'in fortepiano sinfində təhsil almışdı. Bizet kontrapunkt və fuqa fənlərini Marmontel'in tövsiyəsi ilə Zimmerman'dan, daha sonra isə onu əvəz edən Charles Gounod'dan öyrənmişdi. Konservatoriyada oxuduğu illərdə Bizet artıq bəstəkar kimi özünü sınamağa başlamışdı. Bu dövrdə o, kompozisiya texnikasına və ifaçılıq ustalığına yüksək səviyyədə yələnmişdi. Ferenc Liszt Bizet'in onun əsərlərini fortepianoda ifasını eşidərkən heyranlığını gizlətməmiş və demişdi: Tanrım, mən elə bilirdim ki, bu musiqini yalnız bir nəfər, mən özüm ifa edə bilərəm, amma görünür, biz ikimiz bu əsəri ifa edə bilərik. 1857-ci ildə o, Georges Offenbach tərəfindən təşkil olunmuş müsabiqədə Charles Lecoq'la birlikdə Roma mükafatını qazanmışdı. Bu mükafatı o, Doktor Miracle adlı operettaya görə almışdı. Həmin ildə Bizet həmçinin Clovis və Clotilda kantatasını da təqdim edərək yenidən Roma mükafatına layiq görülmüş və bunun sayəsində 3 il ərzində Romada yaşayıb yaradıcılıqla məşğul olmaq imkanı əldə etmişdi. Mükafat laureatlarının hamısı kimi Bizet'in də hesabat əsəri yazması gərəkirdi. O, bu məqsədlə Don Procopio operasını bəstələmişdi. Bu opera uzun müddət geniş ictimaiyyətə məlum olmamışdı. Yalnız 1895-ci ildə bəstəkar Charles Malherbe konservatoriya direktoru Oberin arxivində Don Procopio'nun əlyazmasını tapdıqdan sonra əsər haqqında məlumat yayımlanmışdı. 1906-cı ildə isə Malherbe'in redaksiyası əsərin ilk tamaşası üçün hazırlanmışdı və Monaco Monte Carlo teatrında həyata keçirilmişdi. Romadakı dövr istisna olmaqla Georges Bizet ömrünün demək olar ki, bütün hissəsini Parisdə keçirmişdi. Romadakı səfərdən sonra o, Parisə qayıtmış və özünü tamamilə musiqi yazmağa həsr etmişdi. 1863-cü ildə o, Mirvari Axtaranlar operasını yazmışdı. Operanın premyerası ilə bağlı məqaləsində Hector Berlioz vurğulayır ki, Bizet təkcə bəstəkar deyil, həm də nadir istedada malik pianoçudur. Bizet konsert vermir və onun istənilən çətinlikdə tanımadığı əsərləri notdan oxuyub ifa etmək qabiliyyəti sadəcə fenomenaldır. Bizet'in fortepiano virtuozu kimi istedadı haqqında Paris konservatoriyasının professoru, onun müəllimi Antoine Marmontel də öz xatirələrində yazmışdı. O, səs gücünü incə şəkildə nüanslandırmaq, ona bəzən ehtiyatla, bəzən güclü barmaq basışı ilə xüsusi bir oxunaqlıq vermək sənətinə mükəmməl yiyələnmişdi. Tam bir virtuoz kimi o, melodiyanı müxtəlif relyeflərlə ön plana çıxarmağı, onu şəffaf harmoniya müşayiəti ilə yumşaldıb, örtməyi bacarırdı. Bu müşayiətin ritmik ifadəsi melodiyanın sərbəst frazalanmasına tabe olurdu. Onun valeh edici, zərif və son dərəcə dəqiq tuşunun cazibəsinə müqavimət göstərmək mümkün deyildi. Bu dövrdə bizi həmçinin
Fərd Gözəli operasını, fortepiano üçün uşaq oyunları silsiləsini, Alfın Dode'nin Alazyanka pyesinə musiqini yazmışdı. Alazyankanın premyerası 11 oktyabr 1872-ci ildə baş tutmuşdu. Nə pyes, nə də musiqi tamaşaçı uğuru qazanmamışdı. Sonradan bizi bu musiqi əsasında konsert suitası yaratmışdı. Bu musiqi əsasında tərtib edilmiş ikinci suite isə Bize'nin ölümündən sonra Giro tərəfindən hazırlanmışdı. Bize həmçinin Cəmilə adlı romantik opera yazmışdı. Bu əsər adətən Carmen operasının sələfi hesab olunur. Həmçinin o do major simfoniyasını bəstələmişdi. Bize'nin özü bu simfoniyanı unudub yaddan çıxarmış. Əsər 1935-ci ildə yada düşmüşdü. Həmin il simfoniyanın əlyazması konservatoriya kitabxanasında tapılmışdı. Simfoniya dövrün Parisində demək olar ki, tanınmayan Franz Schubert'in musiqisi ilə üslub oxşarlığına görə xüsusi maraq doğurmuşdu. 3 iyun 1869-cu il Georges Bizet Genevieve Alevi ilə evlənmişdi. O məşhur operetta janrının yaradıcısı Ludovic Halevinin əmisi qızı idi. 1872-ci ildə onların yeganə övladı Jacques dünyaya gəlmişdi. Jacques sonralar yazıcı Marcel Proust'un yaxın dostu olmuşdu. 1874-75-ci illərdə bəstəkar Carmen operası üzərində çalışır. 1874-cü ilin yayında Bujivalda bizi operanı tamamlayır. Partituranın orkestrləşdirilməsi isə cəmi 2 ay çəkir. Operanın premyerası 3 mart 1875-ci ildə Parisin Opera Komik Teatrında baş tutmuş və uğursuzluqla nəticələnmişdi. Premyeradan sonra bizi əmin idi ki, əsər uğur qazanmayıb. O cəmi 3 ay sonra ürək tutmasından vəfat edir və Carmen'in onun dahiliyinin zirvəsi olacağını əsla görə bilmir. 25 oktyabr 1891-ci ildə Opera Komik Teatrında Carmen'in 500-cü tamaşası, 24 dekabr 1904-cü ildə isə 1000-ci tamaşası göstərilmişdi. Həmin gün münasibətilə Gabriel Fauré Figaro qəzetində bu əsər haqqında məqalə yazır. 1938-ci ildə Bizet'in doğumunun 100 illiyi münasibətilə Carmen operası Opera Komik Teatrında 2276-cı dəfə səhnələşdirilmişdi. 1875-ci ilin may ayında Georges Bizet həyat yoldaşı, oğlu və xidmətçisi ilə birlikdə Bujival qəsəbəsinə yola düşmüşdü. 30 may tarixində çayda çimdikdən sonra bəstəkar yatağa düşmüş, onda revmatizm tutması, qızdırma, ağrılar və ətrafların keyməsi müşahidə olunmuşdu. Ardınca bizi ürək tutması keçirmişdi. 3 iyun 1875-ci ildə Georges bizi təkrar ürək tutmasından vəfat etmişdi. O cəmi 36 il yaşamışdı. Bəstəkarın ölümünün başqa bir versiyası da mövcuddur. Onun dostu Antoine de Chaudan iddia etmişdi ki, bizi intihar etmiş ola bilər. Çünki o, bəstəkarın boynunda güya kəsik yara izi görmüşdü. İlkin olaraq bizi Montmartre qəbirstanlığında dəfn olunmuşdu. Daha sonra onun nəşi Père Lachaise qəbirstanlığına köçürülmüşdü. Bizi 36 illik qısa ömründə nə özünə musiqi məktəbi yarada bilmiş, nə də açıq şəkildə formalaşmış şagirdlər və davamçılar yetişdirmişdi. Onun vaxtsız ölümü, xüsusilə də yaradıcılığının yetkinlik mərhələsinin yeni başlanğıcında olması dünya klassik musiqisi üçün böyük və əvəzi olmayan itki kimi qiymətləndirilmişdi.